Salam qızlar, kanalıma xoş gəlmisiniz hamınız. Bugün güclü xəngəli hazırlayıram. Getdim bu günləri evdən ət aldım, gəldim. Çox qəşəng tanıdığım adamdan da dana ətidir. Çox yaxşıdır. Yəni etibarlı adamdır. Ətləri doğradım, hazır eləyəcəm, qoyacam. Güclü xəngəli üçün. Bu arada özümə mikser aldım. Çünki balaca mikserim var idi. O mənim üçün artıq yəni işimlə əlaqədar olaraq əl vermirdi mənə. Bir dənə də par aparat aldım. Bilməm indi sizdən bunu istifadə edənlər olub olmayıb qızlar. Əgər olubsa kommentlərdə gözləyirəm, yazarsınız yorumlarda. Çox qəşəng aparatdır. Əslində bir dəfə istifadə eləmişəm bundan mən. Yəni başqa adamdan almışdım, istifadə eləmişdim. Sonra xoşuma gəldiyi üçün getdim özüm üçün də aldım. Amma çox qəşəngdir. Yəni kirlər zadı çox qəşəng təmizləyir də. Mikserin də lap böyüyündən götürdüm. Yəni çox xoşuma gəldi. İnşallah ki Allah hamının ruzusunu bol eləsin. Mənim də işlərim yolunda getmək üçün mənə balacası sərf eləmirdi. Böyük lazım idi mənə. Aparatı 2 dəfədir, yəni əslində bu usulu birinci dəfə təmizləyirəm. Aldıqlarımı divanı təmizləmişdim qızlar. Yəni sizə də məsləhət görərdim ki, yəni çox yaxşıdır həqiqətən də, çox qəşəngdir. Düzdür, isti para vermir, amma çox yaxşı təmizləyir də, yəni soyuq su ilə təmizləyir. Mən qaynar su tökürəm içinə. Biraz domates əlavə elədim, çox qəşəng kir çıxardır. Düzdür, adam utanır belə stolun, yəni kirini göstərməyə, amma yəni olur da. Aşağı düşdüm. Güclü xəngəli hazırlamaq üçün. Axşama doğrudur, sabaha zakazım var, onları hazır eləməliyəm. Xaldenka qoyum donsunlar ki, sabah hazır verəcəm.